Salam dəyərli izləyicilər, xoş gördük kanalımda. Bugün xınayaqlı tortu hazırlayıram. Daha doğrusu bəzəyirəm. Tortu əvvəldən, demək, axşamdan hazırlamışam bütün iç tərkibini. Kremləmişəm hətta dünəndən. Bugün isə bəzəyirəm. Keçək bəzənmə qaydasına. Əvvəlcə 1 kiloqram deməli mən burada marsipan götürmüşəm. Bütün marsipanın 1 kiloqramın hamısı həmən torta istifadə olunacaq. Bu formada yoğururuq və yoxlayırıq marsipanı. Əgər belə qırılırsa, demək ki, hazır deyil. Tortun üzərinə tətbiq etmək olmaz. Belə olduğu halda tortda yırtılmalar, çatlar əmələ gələcək. Yəni tortun yırtıqları, marsipanda yırtıqlar əmələ gələcək. Odur ki, bazardıqca çox yoğurmaq lazımdır kündə formasında və bu cür yoxlayaq. Deməli, əgər marsipan tam dartılırsa, qırılmırsa, saqqız kimi dartılıb uzanırsa, demək ki, hazırdır istifadəyə. Xəmiri tam yoğurub və marsipanı yayıram. Əziz xanımlar, mən burada marsipanı bazardıqca geniş yayıram. Ona görə ki, bizim tortumuz, deməli, marsipan tortun üzərinə çox ətək formasından torta yapışmayacaq marsipan. Şal formasında olacaq tortun üzərində marsipan. Ona görə bazardıqca geniş yayıram marsipanı. Yəni tortun üzərinə tətbiq edəndən sonra marsipanı çəkib dartmağa ehtiyac olmasın, şal formasında qalsın. Deməli, tortu da üzərini mən əvvəldən axşamdan dediyim kimi kremləmişəm. Üstü bərkiyib. Adətən mən marsipanlı tortların üzərini əvvəlcə qanajla kremləyirəm, bərk olur. Daha sonra marsipandan istifadə edirəm. Bu dəfəki tortumuzu qaymaqlı kremlə üzərinə də kremləmişəm. Deməli, krem axşamdan qalıb özünü tam tutub bərkiyib. Daha sonra gəlinimizin şəklini tortun üzərinə yapışdırıram. Burada da şəklin arxasına heç bir marsipandan istifadə eləmədim. Sadəcə şəklin özünü torta yapışdırdım və marsipanı tortun üzərinə örtürəm. Burada diqqət eləmək lazımdır ki, ətək hissələri tam torta yapışmasın. Tortdan biraz kənar qalsın ətək hissələr. Yəni şal formasını alındırmaqdan sarı. Örtdükdən sonra marsipanı tortun üzərinə əlimlə biraz demək olar sığal verib səliqəyə salıram. Daha sonra marsipan ütüsü ilə üzərinə səliqəyə salıram və tortun gördüyünüz kimi yuxarı tərəfdən kənar hissələrini yapışdırıram ki, yəni marsipan ağrıyıb yırtılmasın. Çünki mən böyük yaymışam burada marsipanın arxa hissəsi çox uzundur. Yəni ağrıyıb yırtıla bilər. Odur ki, yuxarı tərəfdən biraz tortun özünə marsipanı yapışdırıram ki, işim daha rahat getsin. Əziz xanımlar, mən tam unutmuşam burada. Deməli, sonradan tətbiq elədim. Şəklin ki, yapışdırmışam torta. Onun deməli yuxarısından tortun üstündə biraz altdan qalın marsipan qoymalıydım ki, hündürlük verməkdən sarı, yəni tortun üzərində tac olacaq. Yəni şəklin üstündən biraz tortun üzərinə hündürlük verməliyim. Odur ki, mən burada unutmuşdum. Sonradan marsipanı qaldırıb, bax bu formada, bunu demək istəyirdim. Qaldırdım və qalın bir marsipan yenidən tortun üzərinə yerləşdirib, daha sonra bu yayılmış marsipanı yerinə qaytardım. Amma burada biraz tortun ön hissəsində marsipanda biraz yırtıq oldu. O da problem deyil. Həmən deməli qüsurun üzərinə mən buta formasında qəlibdən çıxarmış marsipan yapışdıracağam. Həmən deməli qüsur bilinməyəcək. Deməli tortumuzun ətəyini də səliqə ilə kəsirəm. Şəklin də ön hissəsini gördüyünüz kimi kəsdim şal formasında. Yəni elə bir təsəvvür yaranır ki, deməli gəlin başına örpə örtüb bu formada da tort görünür. Ətəyini də tam səliqəli kəsəndən sonra bu qəlibdən mən istifadə elədim. Ətəyinə bəzək vurdum, amma ürəyiniz hansı qəlibdən istəsə marsipanı çıxara bilərsiniz. Vışıfqa forması ya müxtəlif formalarda ürəyiniz hansını istəsə istifadə edə bilərsiniz və su ilə ətəyinə həmən bəzəkləri yapışdırdım. Daha sonra tortumuzun üzərinə parıltılıq verirəm. Bunun üçün də bizə biraz jeli, biraz da su lazımdır. Qarışdırmışam. Daha sonra salfetkanı isladıb tortumuzu bu formada silirəm. Parıltı verirəm torta. Demək olar bu parıltı tort hətta yeyilib qutarana qədər belə bu parıltı tortdan itmir. Yəni bu formada parıldayır tort. Daha sonra əvvəlcədən hazırlayıb qurutduğum tacı tortun üzərinə yerləşdirirəm və butaları, buta formalarını bu qəlibdən mən istifadə eləmişəm. Deməli, butaları da tortun üzərinə yapışdırıram. Gördüyünüz kimi hansı ki qüsur var idi o tortun ön hissəsində mən bayaq kəsəndə qeyd eləmişdim ki, həmən qüsurun üzərini mən
örtürəm və butaları yapışdırıram. Bütün butaların üzərini zərləyirəm. Ətəyinin bəzəklərini zərləyib buncuqları yapışdırıram. Yəni tortda hansısa bir qüsur olanda heç bir narahatçılığa ehtiyac yoxdur. Bütün qüsurların üstlərini hansısa bir bəzəklərlə örtmək olur. Onda heç bir qüsur görünmür. Tortumuz hazır oldu.